Bürclərin qış fəsli üçün qısa və ən düz proqnozu budur. Bürclərin 2025-2026 qış fəslinə çox qısa və ən düz proqnozu. Qoç, enerjin artır, yeni başlanğıclar üçün yaxşı dövrdür. Pul axını stabilləşir. Boğa, işdə irəliləyiş, amma səbir tələb edir. Qışda gözlənilməz gəlir var. Əkizlər, sosial çevrə güclənir, yeni fürsətlər gəlir, səyahət şansı yüksəkdir. Xərçəng, duyğusal rahatlama gəlir, ailə, ev və pul məsələləri düzəlir. Şir, qışda yüksəliş dövrün başlayır, qazanc və nüfuz artır. Qız, işdə dinamika çoxalır, nəticələr görünür, sağlamlıqda balans vacibdir. Tərəzi, qış sənə sevgi və harmoniya gətirir, maliyyə yaxşılaşır. Əqrəb, gizli planların həyata keçirildiyi mövsüm, pulda artım ehtimalı yüksəkdir. Ox atan, şanslı dövr başlayır, qarşıya qoyduğun işlər asanlıqla irəliləyir. Oğlaq, karyerada güclü yüksəliş, qışda nüfuzun artır. Dolça, yeniliklər gəlir, həyatın temp dəyişir, pulda qəfil yaxşılaşma var. Balıq, qış sənə həm sevgi, həm də pul sahəsində açılış gətirir, intuisiyan güclənir.